Rəqəmsal dövlət maliyyəsi informasiya sistemi haqqında əsasnamə təsdiq edilib. Prezident İlham Əliyev bu barədə fərman imzalayıb. Fərmanla görə Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etməli. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi rəqəmsal dövlət maliyyəsi informasiya sisteminin formalaşdırılması, aparılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görməli. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə Rəqəmsal dövlət maliyyəsi informasiya sisteminin Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli fərmanı ilə təsdiq edilmiş hökumət buludu konsepsiyasına uyğun olaraq hökumət buludunda yerləşdirilməsi, aparılması və təkmilləşdirilməsi, habelə rəqəmsal dövlət maliyyəsi informasiya sisteminin dövlət informasiya ehtiyatlarının sistemlərinin və elektron xidmətlərin vahid reyestrinə və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi üçün tədbirlər görməlidir. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu fərmanın birinci hissəsi ilə təsdiq edilən əsasnamənin dördüncü hissəsində qeyd olunan məlumatların ilkin mənbəyini formalaşdıran dövlət qurumları ilə birlikdə həmin məlumatların elektron hökuməti informasiya sistemi vasitəsilə əldə olunmasını təmin etmək məqsədi ilə 3 ay müddətində zəruri tədbirlər görsün və bu barədə Azərbaycan Respublikasının prezidentinə məlumat verməlidir.